Vətən müharibəsində tarix yazan qəhrəmanlardan biri də Nicat Şükürlüdür. O qəhrəman ki, hələ uşaqlıqda cəsarəti, hünəri ilə seçilirdi. Karate üzrə 2 dəfə Azərbaycan çempionu olan Nicat döyüşlərə də könüllü yazılıb. Nicat könüllü olaraq yazılmışdır. Ancaq evdə biz bilmirdik onu. Bizdən xəbərsiz gedib 2 dəfə hərbi komissarlığa təkid edib ki, mən gedəcəm. Onlar deyib ki, gedin, gələr. Yəni, lazım olsa çağıracaq. İkinci dəfə deyib getməyəcəm də, yəni buradan getməyəcəm. Mən aparmaq məcbur olub komissarlıq onu müharibəyə yola salmışdır. Vətən müharibəsinə belə yollanır Nicat Şükürlü. Uşaqlıq arzusunu səngərdə reallaşdırmaq istəyir. Vətən qarşısında borcunu isə ləyaqətlə yerinə yetirir. Sona qədər döyüşür, amalı uğrunda şəhid olur. Nicat bizi həmişə döyüş boyu irəliyə səsləyərdi. Ən gözəl xatirələrimiz istəyərdik ki, biz xatirələrimizi Şuşada yaşayaq. O, orada olan, orada dünyasını dəyişən anaların, bacıların, ataların qisasını aldı. Bugün torpağımız bütövdür. Bax, Nicatın bugün ruhu şaddır, ona görə bu bizə təsəllidir. Amma biz üçün çox ağırdır, dözülməzdir. Biz onun üçün toy eləmək istəyirdik, amma bax, belə nəsib oldu. İndi təkcə ailəsi, döyüş yoldaşları yox. Nicatı tanıyan hər kəs onun haqqında qürurla danışır. Nicat yalnız nümunəvi bir şagird deyil, eyni zamanda vətənə, millətə, xalqa bağlılığı ilə seçilən bir igid idi. Bugünkü azadlığımızda Nicatın da payı vardır. Nicat hər zaman öz mərdliyi ilə, məsuliyyəti ilə seçilib və sevilmişdir. Nicat Şükürlünün şəhidliyə ucalmasından 5 il ötür. Bugün məzarı önündə toplaşıb onun doğmaları, dostları, döyüş yoldaşları xatirəsini yad etmək üçün. Lalə Rəhmanova, Vahab İmanzadə, Röyə Bənənyarlı, ASTV Xəbər.